Əziz tədbir iştirakçıları, bugünkü məclisimiz əzəmətli Dağlar diyarı Naxçıvandan, Şərur mahalından ömür yolunu başlayan dənizçi, şair Qəzəlxan, bəstəçi, Azərbaycan Dəniz Akademiyasının baş müəllimi, Yazıçılar Birliyinin üzvü, Rəsul Rıza mükafatçısı, Türk Dünyası Araşdırmaları Elmlər Akademiyasının qızıl medalçısı, fəxri ziyalısı, elm və təhsil mərkəzinin filologiya üzrə fəxri professoru, hörmətli Hüseyn Sözlünün 80 illik yubileyinə və 2 divan kitabının təqdimatına həsr etmişik. Onun 10 şeirlər kitabı, 2 divanı, yüzlərlə mahnıları Azərbaycan Dəniz Akademiyası üçün yazdığı dərslik kitabı həyatının məhsuludur. Bugün çox zaman tanıdığımız şeirlərinə, bəstələrinə, dərindən nəvələr olduğumuz Naxçıvan torpağından, Şəhriyar kəndindən doğulub, üzü Bakıya doğru qanatlanan və ömrünü çiçəkləndirən gözəl şeirləri ilə, gözəl bəstələri ilə xalqının insanlarına xidmətində dayanan gözəl bir bəstəsinin, şairin yubileyinə toplaşmışıq. Onun 11-dən çox şeirlər kitabı, Dənizə vurğunam, dənizə bağlıyam, həyat sevgidir məncə. Bu sevdə bitən deyil, sevgi ilə yaşayıram, ləpədöyən yerdəyəm, könül nəğmələri, sevgi dolu baxışlar, qəzəllər, söz dünyam. Bu qədərini yaza bildim və divan kitablarının müəllifidir. Hüseyn Sözlünün 250-dən çox mahnı bəstəsi mövcuddur. Mahnılarını xalq artistləri Sabir Əliyev, əməkdar artist Nuriyə Hüseynova, Zakir Əliyev, Elxan Şirinov, Manaf Ağayev, Qədir Qızılsəs, Türkiyənin tanınmış müğənnisi Tuncay Yalın oxumuşlar. Doğma qardaş dost bilmişik, sevinci, qəmi bölmüşük, səni təbrikə gəlmişik, Hüseyn Sözlü. İmam, Cavid, Bozalqanlı, Arif, Kürdoğludur şanlı, adaşların ölməz canlı, Hüseyn Sözlü. Sinəndə saz, sinəndə tar, sözə, səsə olubsan yar, həm şairsən, həm bəstəkar, Hüseyn Sözlü. Can Koroğlu, ömür qürət, qəlbin dolu alov murad, sağlam yaşa, gözəl yara, Hüseyn Sözlü. Misra-misra şeirlər ək, mahnıların şəklini çək. Bu 80 yaşı mübarək, Hüseyn Sözlü, Hüseyn Sözlü. Eşq olsun, eşq olsun. Hüseyn Sözlüyə, dəyərli insana, gözəl dostumuza söz verək, bu qonaqlarına hoş gəldin söyləsin. Hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Mən biraz həyəcanlıyam, çünki 80 yaş belə bir yaşdır ki, onun haqqında çox danışmaq da olar, danışmamaq da olar. Çox sağ olun, böyük sahib mənə gəlmişsiniz məclisə, hamıza minnətdarım. Bu, hər birinizin, heç olmasa mən yaşayırsınız. Amin. Heç olmasa. Ancaq o bir tanrı payıdır, kimə nə qədər nəsibdir, o da yaşamalı. Biz bir arzumuz. Çox sağ olun, təşəkkür edirəm, təbrik edirəm. Dəyərli dostlar, Tanrının yaratdığı şeylərdən ilk öncəsi qələmdir. Sizə sual versələr ki, Tanrının yaratdığı ilk şey nədir? Və bilin ki, o qələmdir. Tanrının bizə bəxş etdiyi sözdür, qələmdir ki, biz onu bir ömür yaşayırıq və o qələmlə, qələm həm də Allahın bizə alın yazısıdır həm də. Tanrı öz sələflərinə deyir ki, yaz deyir, buyurur ki, yaz günü. Deyir, nə qədər yazım? Deyir, əvvəl olmuş və əbədiyyətə qədər olacaqları, yəni hər şeyi yaz günü. Və çox maraqlıdır ki, Hüseyn müəllimin kitablarının birinin də adı bu qədərini yaza bildimdir. Mən o qədər, mən axşam düşündüm ki, bəlkə bir Hüseyn müəllim onu oxuyub ki, belə, yoxsa birdən-birə yazmışsınız onu, o kitabın adını elə qoyursunuz. Çox maraqlıydı, çox fəlsəfi bir art seçibdir.
Və mən bugün sizin qarşınızda əyləşən və yaxud da deyək ki, həyəcanlandım. İnsan 80 yaşında da həyəcanlanırmış deməli. Və biz bugün doğrudan da bizim tanıdığımız Hüseyin Sözlünün söz dünyasını qonağıyıq, onun musiqilərini qonağıyıq. Mən onu tanıyandan bu insanın heç kəsin qəlbini qırmayan bir insan kimi tanımışam. Xeyirxah bir insan kimi tanımışam. Gözəl qəlbli bir müəllim kimi tanımışam və onun bu indiyə qədər yetirdiyi yüzlərlə, minlərlə tələbələri var ki, Dəniz Akademiyasında onlar qanatlanıblar, dünyanın hər yerində, gəmilərində işləyirlər. Hüseyin müəllimin qəlbində bir dəniz var. O dənizin ləpələri hər zaman ona musiqi, şeir pıçıldayıbdır. Və bugün o nəğmələrin sizin dilinizdən istədiyi və onu yaxından tanıyan yaxın dostları iştirak edir burada. Uzun illərin dostları olan yaxın adamları, qələm dostları, rum dostları iştirak edirlər və o insanlardan birini ilk öncə istəyirəm ki, onun ailə dostu, onun yaxın dostu, rum dostu, lap yaxından tanıyan bir sənət adamımız, Azərbaycan Respublikasının xalq artisti, məxmər səsli, bizim hər birimizin tanıdığımız, Respublikanın qaynaqlarından sanılan gözəl sənətçimiz Eldoz Bayram bugün bizim qonağımızdır. Gəlin əvvəl onu alqışlayalım. Mən bu günlərdə Eldoz müəllim tərəfindən də çox sevindim ki, məni sevindirdi. Gözəl bir televiziya verilişində qonaq idi Eldoz müəllim və gördüm ki, mənim də yağışla bağlı bir şeirimi səsləndirib orada və televiziyada gedən verilişin linkini mənə atdı. O qədər maraqlı bir veriliş idi ki, mən hətta sevincimdən kövrəldim ki, verilişin ahəngində o söz onun məqamına çatır, köməyinə çatır, o şeiri orada səsləndirmişdi. Və mən çox şad oldum ki, Eldoz müəllim mənim şeirimi səsləndirib orada. Təşəkkür edirəm, bu etirdən də sizə minnətdarlığımı bildirirəm, Eldoz müəllim, var olun. Buyurun, sizə. Çox sağ olun, var olasınız. Bəzən görsən, hamı mənim üçün əzizdir. Neçə illərdir bir ünsiyyətliyi də, ərki çatanlar da var, çatmayanlar da var. Amma kim olur olsun, mənim vəzifəm belədir də, oxumaq, çatdırmaq, dinləyiciyə, tamaşaçıya çatdırmaq. İndi bəzən görsən, bir ərkilə görürsən, mənim də şeirimdən, kitabımdan bilgiləm. Mən bilmirəm nə deyil, yəni qalıram çıxılmaz vəziyyətdə. Bir elementar həqiqət var. Əzizə xanımın şeirini harada gördüm? Sosial şəbəkədə. Oxudum şeiri söhbət nədən gedir? Yağışdan gedir, yağışın fıçıltılarından gedir. Elə şeylər var ki, onun bəzi sətirlərini oxuyuram, elə sözləri oxuyuram, bütün ömrüm boyu uşaqlıqdan başlamış indiki hala qədər mənim həyatım gözümün qabağında fırlanır. O qədər hamısı ürəyimdən oldu, son dərəcə ürəyimdən oldu. Belə qaldı, telefonda qaldı, bizim ASTV-də 45 dəqiqəlik veriliş idi, 100 ilin səsi. Birdən aparıcı Sənan Əvləz dedi ki, sükutun səsi necədir? Dedi, bir balacada izahat verdi, dərhal Əzizə xanımın şeiri yazmadır. Dedim, mən bir sübut edeyim sənə sükutun nədir? Söhbət sükutdan getmir, amma ona yaxın olan anlardan gedir, yarışın qarşılarından, yarışın səsindən gedir. Və orada onu oxudum, özümün ürəyimdən olan bir şeir. Günel Balaşçının şeirini 2-3 bir bəndlə deyil, çox orijinal formada yazılmış bir şeiri. Oxudum, dünyam dəyişdi, uşaqlığım yadıma düşdü, yetimliyim yadıma düşdü, biblərim mənim saxlamağı yadıma düşdü, anasızlığım yadıma düşdü. Elə bir şeydir ki, dünyam dəyişdi ondan. Onu necə sevməyə biləsən, necə çatdırmaya biləsən. Mən belə şeyləri sevirəm. Ona görə qalıram belə məsələn, hamı mənim üçün yenə benim əzizdir, deyə bilmirəm ki, valla. Mən başqa şey oxuyuram da, mən belə kütləvi oxuyan deyiləm, biraz başqa bir çıxmasın. Mən belə şeyləri, o şeyləri ki, mən 50 ildir dövlət mikrofonunda maarifçiliklə məşğulam. Mənim maarifçiliyim burada davam edir. Bir nəsihətdir. Xalq rəvayətin əsasında yazılıb, Sarvan, Bəhrəm Nəsilov da onun nəzmə çəkir. Başdan ayağı, oxuyan, qulaq asan deyir ki, Allah, nəsihətdir, başdan ayağı. Mənə o nəsihət lazımdır ki, o xalqa çatsın, nəsil böyüyür. Elə yaşlı adamların içərisində də o elə şeylərə qulaq asmağa, öyrənməyə çox böyük ehtiyacı var. Qaldı mənim əziz qardaşıma, Hüseyin müəllimi birinci növbədə
şair kimi yox, bəstəkar kimi yox, müəllim kimi yox, bir insan kimi təsadüfən demək olar bir belə toplum məclisdə gəldik, görüşdük. Birindən soruşurlar ki, qardaşım necə adamdır, bir yoldaş olmamış. Yavaş-yavaş Hüseyin müəllimlə yoldaş oldu. Və gördüm ki, Hüseyin müəllim tamamilə son dərəcə fərqli adamdır, hamımızdan fərqlidir. O şeyləri ki, mən uşaq vaxtından o insanlar ki, axtarıram, onun bir üçünü belə qəlbini axtarırlar. Qəlb və əməllərdə təbii ki, keçər görünüşü ilə insanlar da əməlləri ilə rəqəm edir. Əməllərində özünü göstərir və onun əməlləri, ünsiyyətdə göstərdiyi münasibət, aldığı qarşılığı münasibət məni Hüseyin müəllimə də, Hüseyin müəllim də məni bağladı. Allah çox görməsin. Amin. Var olasınız, sizə də minnətdaram gəldiyinizə görə. Maşallah, maşallah. Neçə illərdir mənə deyirlər ki, Eldəs müəllim, efirdə, Ərdəzəl oxu Eldəs müəllim. Deyirəm, valla mən Akinin tarixini qutarmışam. Əruz və vəzn haqqında, vəzinlər haqqında təsəvvürüm yoxdur. Yox, səndən başqa kim oxuyacaq? Oxumuşam. Qorxa-qorxa oxumuşam. İndi kimsə narazılıq edir, haradasa, təbii ki, Ərdəzəl çox çətindir. Çatılmaq çox çətindir. Amma Hüseyin müəllimin qəzəlləri belədir ki, bayağı bir söhbətimiz oldu. Hüseyin müəllim, dedim ki, bəs hansını oxuyum? Dedim, mən deyəcəm, sən hansını oxuyum? Onun sözünün mən sübutunu gördüm. Çünki haranı açdım, hansını açdım, gördüm buna izah ediləcək. Seçmək lazım deyil. Hamısı bir-birindən gözəldir. Mal yasını oxuyur. Sahibini oxuyur. Allah saxlasın. Məmnuniyyətlə mənim də borcumdur. Eldos müəllim, hal-hazırda siz təkcə burada oturan insanlar üçün yox, xeyli dostlar bizi seyr edir, bizə qoşulublar və siz onların da qarşısındasınız. Sizə uğurlar arzulayıram. Gözəl bir qəzəl, yəqin ki, sizin ifadınızda eşidəcəyik Hüseyin müəllimin gözəl bir qəzəl. Allah və yeri düşmüşkən mən sizə nə vaxt görəcəm, bilmirəm, bir daha haçan görəcəm. 96-cı ildə Azərbaycanın simalarından biri, şəxsiyyət vəsiqələrindən biri Şahmar Əktəbzadənin göstərişi ilə çox böyük, uzun bir təcrübəsi olan Xudayberdi Əlizadə rəhmətli mənim üçün dövlət onun qəzetində ilk məqaləni yazdı. 96-cı ilin noyabr ayından başlayaraq indiyə qədər siz qardaşlarım bu şeirlərin sayını, Hüseyin müəllim də öz şeirlərindən 27-yə çatdırdı. Sizin hamınıza minnətdarım. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirik. Var olasınız. Sevdim səni ey gül, demə güldən gülə düş. Coşmuş sinə sel tək, elə seldən selə düş. Fərhad kimi çapdım dağı, eşqim mənim olsun. Görmüş bunu hər kəs, daha dildən dilə düş. Oldum Xəzərin xəzrisi, əsdim gilavar tək. Əsdim o ipək zülfünə dəydim, belə düş. Sandım səni mən qul düşü tək, eşqinə sadiq. Hər yerdə yazıb eşqini, göldən gölə düş. Ceyran gözünün həsrəti aldı məni məndən, səyyah kimi dağlarda gəzib, mən çölə düş. Bildim ki, bu yollarda çox hicran məni gözlər. Almış məni həsrət, bayı keçdi, dilə düş. Sözlün kimi ey gül, bir ömür eşq yolunda, sevginlə yanıb, od tutaraq, mən külə düşdüm. Əhsən. Çok sağ olun Eldəs müəllim. Sağ olun. Var olun. Tək hamınız sizin kimi dostu olsun, qardaş olsun. Değerli dostlar, bugün bu tədbirimiz elan edildiği kimi Hüseyin Sözlü'ye həsr olun. Əvvəldən axıra qədər Hüseyin Sözlü'dən danışacaq. Onun ərazılığına başlayacaq, söz dünyasına başlayacaq. Hüseyin Sözlü'nü mən də artıq 10 ildən artıqdır ki tanıyıram.
Yıldız müəllim Hüseyin sözünün gözəl tərəflərindən elə sözlər dedi ki, vallahi insan şəxsən mən çətinlik çəkirəm. Hüseyin müəllim o qədər sadə, o qədər səmimi insandır ki, onun ətrafında olan dostlarında o yaş fərqi yoxdur. Özündən kiçikdir, özündən böyükdür. Fərq eləmir. Hüseyin sözlü o yanında olanla, o dostunla hər zaman belə deyirlər, mehriban, səmimi, dostcasına, qardaşcasına münasibətdə olan bir insandır. Məsələ onun bu xüsusiyyətləridir ki, onu bizlərə, sizlərə sevdirir. Hüseyin sözlü doğulduğu dünyaya göz açdığı, Azərbaycandan o ərazi cəhətdən bölünüb ayrı düşən Naxçıvanın sevdiyi kimi Dərbəndi də sevir, Təbrizi də sevir, Göyçəni də sevir. Şeirlərinin birində yazır ki, ürək bölünübdür, vurmur bir canda, ümidin asılı qalıb gümanda, Bakı bu yandadır, Təbriz o yanda, ovur ürəyimi qəm, gecə susur. Və məni özümdən çıxardan, məni yaxamdan tutub silkələyən vətən haqqında bir şeiri var, onu oxumaq istəyirəm. Şey sözü yazır ki, həsrət qoxur sözlərimə, vətən, sənsiz üşüyürəm. Duman çökür gözlərimə, vətən, sənsiz üşüyürəm. Saçlarımda qəmin dəndir, bilən bilir bu nədəndir, vətən sözü isidəndir, vətən, sənsiz üşüyürəm. Adın mənə qanat verir, gözün verir, inat verir, hər ocağın min od verir, vətən, sənsiz üşüyürəm. Mənim ruhumu oxşayan bu gözəl şeir təhsə mənim yox, minlərin, milyonların qəlbini oxşuyub və mahnılaşıb, bəstələnib, mahnıya çevrilib. Mən məclisimizin bu məqamında sözü bir dəyərli dostumuza vermək istəyirəm. O dostumuz bugün bizim hamımızın əziyyətimizi çəkdiyinə görə ona mən lap əvvəldən söz verirəm ki, hamını çəkə bilsin. O həm də gözəl şairdir, o həm də gözəl dostdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl şair, gözəl şeirlər müəllifi, şeirlərlə könüllərə yol qapan Vahid Çəmənli buyursun. Çox sağ olun, çox təşəkkür edirəm. Hüseyin müəllimlə bizi bir yaradıcılıq filmləri bağlayır. Biz, necə deyərlər, bu yaradıcılıq bizi gətirib, tanış edib. Və bugün mən bu dostluqla, bu yoldaşlıqla fəxr edirəm. Hüseyin müəllim, mən bu səhər sizə bir şey nəsr elədim. Zarafatyanı bir qardaş tövbəsi. Bilirəm, ola bilsin ki, dəyəri o qədər də yüksək olmasın. Burada mən çalışıram, az danışım. Dostlara çox yer verək, ona görə mən o şeiri oxuyacağım və Allah qoysa davamı inşallah yenə davam edərik. İnşallah. Hardandır dənizə səndə bu sevgi? Ya bəlkə atandan, babandan gəlir. Ram etdin Xəzərin dalğalarını, suları üstünə bir tonla gəlir. Vətən sularıdır mavidən mavi, seçdi övladına sol üstə yeri. Nə olsun dayazdır, görünür dibi, səsinə qatandan gəlir. Xəzərdə keçirdin ömrünün çoxun, Rumpel arxasında gəlmədi yuxun. Sahildən baxanda uzaqdır, yaxın, amma özü sənə yaxından gəlir. Yaşın gəlib çatdı 80-ə qardaş, oldu qağayılar ömrünə sirdaş, cəsarət adına yazıldı bir baş, ordenlər, medallar yaxandan gəlir. Bir mesaj verdi bugün Vahidə, biri mesaj verdi bugün Vahidə, dedi Hüseynə qoydu abidə. Azdır onun kimi kişi ölkədə. Ay dostum, bu xəbər Neftundan gəlir, dəniz Allah'a Neftundan.
Həqiqətən dənizlə bağlı olmaq, dənizin genişliyində dolanmaq, onun mavi sularında üzmək və ömür boyu bu sularla dost olmaq böyük bir şərəfdir. Sizi təbrik edirik. Bu gözəl yaşınızı da eşq olsun. Nə yaxşı ki siz varsınız. Sizlə dostluq edənlər mənim. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun. Sağ olun. Sağ olun. Söhbət Hüseyin sözünün yaradıcılığına gelirsə, onun qəzəllərindən bir mən söyləmək istəyirəm. Bu qədər qəmlərə batma, verən əhdimdir mənim. Verəcək heç də darıxma, de, günahımdır mənim. Zamanın hər nizamın sev, onu Allah yaradır. Darıxıb etmə, küfür sən, de ki, şahımdır mənim. Açaraq əlləri hər dəm göyə, tut düz yolu get. Səni qoy hifz eləsin, o, de, sabahımdır mənim. Elə bəndəm deyərək, bir məni insan elədin. Bilərəkdən yolu azdım, bu günahımdır mənim. Kesə etdiklərimi şükr edəcəm Tanrıma mən. Onu zikr eləyib göydəki Mahmud, onu zikr eləyirəm göydəki mahımdır mənim. Hüseyin sözlü yazır, bir hələ həqdən uzağıq. Hüseyin sözlü yazır, bir hələ həqdən uzağıq. Köçəcək həqqinə insan, o nigahımdır mənim. Köçəcək həqqinə insan, o nigahımdır mənim. Və məclisimizin bu məqamında, məclisimizdə təşrif buyuran sizin hər birinizin tanıdığınız dəyərli söz adamı, şair, pedaqoq, müəllim, 67-dən çox kitab müəllifi, gözəl insan, Ağsu Yazarlar Ədəb Birliyinin sədri, Qızıl Qələm, İki Qələm Media mükafatı, İki Qələm Respublika Ədəb Birliyinin rəhbəri, çox dəyərli müəllimimiz Ragıp Nazimoğlu da iştirak edir, sözü ona vermək istəyirəm. Buyursun, söz sizindir. Təşəkkür edirəm. Mən Hüseyin müəllimlə elə də yaxınlığım yoxdur, dostluğum yoxdur. Amma Hüseyin müəllim yaxşı insan. Niyə yaxşı insandır? Adətən rəqəmlərdə 40 rəqəmi çox müqəddəs rəqəmdir. Və hər hansı bir şəxs 40 yaşın ötəndən sonra onun içi yüzünə vurur çıxır. Yəni artıq ola bilsin ki, o 40 yaşına kimi hansısa pis əməllərlə məşğul olubsa, ola bilsin onun üzündə nuranilik olur. Amma o pis əməllər sahibi olubdursa, adətən 40 yaşından sonra onun üzündəki nuranilik tamamilə yuxa çıxır. Amma bu gün ona görə mən ürəklə deyirəm ki, Hüseyin müəllim yaxşı insandır, artıq 80 yaş. 80 yaşı da hər adam haqlaya bilmir, eşq olsun, təbrik edirəm 80 yaşınızı. Və ona görə də 40 etdiyinizə görə, bugünkü nuraniliyi saxladığınıza görə mən tam əminliklə deyə bilərəm ki, siz həmişə yaxşı insan olmuşsunuz. Yəni, dost canlı olmuşsunuz, vətən sevən olmuşsunuz, vətənpərvər olmuşsunuz, sədaqətli olmuşsunuz, etibarlı olmuşsunuz. Buna görə də sizi təbrik edirəm. Qaldı ki, indi bu günləri divani hər adam tərtib edə bilmir. Bir də ki, əruza hər adam girişə bilmir. Yəni, əruzda hər adam şeir yaza bilmir. Və eyni zamanda əruzda yazılan şeirlər haqqında da hər adam söz deyə bilmir. Çünki bu günləri Azərbaycan poeziyasında inkişaf edən ancaq gəraylıdır, qoşmadır. Hətta sərbəst mövzuda yazıları da unudublar. Bəlkə də heç çoxu bilmir ki, şeir, heca, əruz və sərbəst vəzində olur. Yəni, bu sərbəst vəzni bəlkə də çoxları bilmir ki, doğrudan da Azərbaycan ədəbiyyatında sərbəst vəzin var. Ona görə də Hüseyin müəllim, mən sizin şeirləriniz haqqında heç nə deyə bilmərəm. Biraz öncə dediyim kimi, əruz haqqında gərək onu tam oxuyasan, təhlil eləyəsən, təhlil eləyəndən sonra sözü deyəsən.
Sadəcə olaraq bugünkü bu kitabınıza görə və xüsusilə mən baxdım, əruzu yaxşı bilirsiniz. Yəni burada bəhirlərdən də istifadə eləmişsiniz, gözəl istifadə eləmişsiniz. Əruzu da yaxşı bilirsiniz. Yəni öz bildiyim qədər deyirəm. Ona görə də sizi təbrik edirəm. Uğurlar arzulayıram. Can sağlığı. Hüseyin Sözlü yazır ki, sevdirib eyledin ey gül, məni heyran bu yaşımda. Söyle könlüm niye seçti, məni qurban bu yaşımda. Səyyad olmaktan uzaktım, gözəli, zilləti, eşqi. Eyledin sen məni səyyad, dəli ceyran bu yaşımda. Yanmadı mən kimi bir kimsə, halım çox betər oldu. Yoxmu rəhmim bu fəqirə, nazlı canan bu yaşımda. Eşqdən qeyri mənim yoxdur təmənnam, axı səndən könlü qəm kərvanı etdin, məni sarvan bu yaşımda. Sözlü hicrana qonaqdır, amma vəslin istəyirdi. Qəhqəhə çəkdi ürəkdən, mənə hicran bu yaşımda. Ola bilər ki, mən qəzəli hardasa düz oxumadım, üzümlükdə deyil, amma Söz orada səhv gedib olur. Amma Hüseyin Sözlü'nün qəzəlləri, eləcə də lirikası mənim çox xoşuma gəlir. Hüseyin müəllim, sizə can sağlığı arzu edirəm və əgər hazırdırsa, məclisimizin bu məqamında aşqlarımızın hansı daha hazırdır, daha çeviksə, buyurub meydanınızı bir şənləndirə bilər və sonra hazırlaşsın, deyəcəm ki. Yerden alaya bakar. Baş gözünü təqdim edəcək. Aşıqlıqlar edəcək. Hər vaxtınız xeyir olsun. Gözəl insanlar, gözəl şairlərimiz, qələm əhli, yaradıcı insanlar. Bugün Hüseyin müəllimi təbrik edirəm. Və burada əyləşən bizim çox hörmətli Respublikamızın xalq artisti Eldaş müəllimi salamlayıram. Səsini, avazını sevə-sevə izlədiyimiz Eldaş müəllim, Allah can sağlığı versin ki, belə gözəl məclislərdə sizi görürük. Və şairimiz deyir ki, qocalıq möhrünü boynuma taxma. 80-90 başıma qalxma. Ürəyim cavandır, yaşıma baxma, nə qışım incidir, nə yazım mənim. Rəşid Əmşehirlə çəkilir adım, Abbas Zəlimxandır, qoşa qanadım. Babam Alxas ağa, fəxrə ustadım, bəllidir dərilim, dayazım mənim. Şairə can sağlığı sizə uzun ömür arzulayıram. Ha belə bir can olasan ki, elə bir can olasan ki, bir can səndən incimir, helal olar. Elə körpü salasan ki, elə körpü salasan ki, çorba səndən incimir, vay aman aman, aman aman,
salasan ki bir can səndən inciməyəm. Elə körpü salasan ki karvan səndən inciməyəm. Yaz yaylağa köz göçəsən, ən safalı yurt seçəsən, sakitlik olsun da orada. Yaz yaylağa köz göçəsən, ən safalı yurt seçəsən, elə dağdan su içəsən, aran səndən inciməyəm. Mededermin bakimin, mededermin bakimin, ağır oğlan o bakimin, lay 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 lay. Yaşayasan insan kimi kadar, yaşayasan insan kimi, insan senden inciniye, vay la vay la, vay la vay la, çörfelay la, kabalalay. Medetlerinin umman kimi, ağırın olan olman kimi, yaşayasan insan kimi, insan senden indim ya. Değerli dostlar, diqqətinizə çatdırıram ki, Qoşma Ədəb Məclisinin ilk sayında açılışını da elə Aşıq Fikrət Səfərov elədi, elə mi Zəfərov? Var olsun, sağ olsun. Bəli. Və biz ümidvarıyıq ki, bizi heç zaman tərk eləməyəcək, hər zaman bizimlə olacaq. Şeyin sözünü yazır. Sevgilim, ayrılıq bir neçə gündür. O gündən dağ-daş da qan ağlayır bil. Demək ki, ürək də ürəkdən gendir, ürək hökmün verir, can ağlayır bil. Sazını yedirlər mi? Əgər sevən könül yerə baxmayır, onda bil ki, çaylar durub axmayır. Elə ki, sübh çağı günəş çıxmayır, bulutlar kövrəlir, can ağlayır bil. Sözlü, sevgi baxmır yaşa gözümə. Gecələr heç yuxu getmir gözümə. Bəzən göz də qulaq asmır sözümə. Halıma dəqiqə an ağlayır bil. Halıma dəqiqə an ağlayır bil. Və Nəfsimizin bu məqamında sözü bizim hər birimizin yaxından tanıdığımız söz vurğunu, gəraylı tədris ustası kimi tanıdığımız Sarı Aşıq Məclisinin rəhbəri. Sən eşkimin sonunda bir simə də gəlmədin. Bölüşməyə dərdimə, sərimə də gəlmədin. Yolunda əsir oldum, özüm müqəssir oldum. Mən eşkimə pir oldum, pirimə də gəlmədin. Sənsən sevincim dedim, eylədin himcim dedim. Sənə birincim dedim, birimə də gəlmədin deyən Adil Cəfəkeşə söz verirəm. Belə yazdığına görə gəlməyik də yəni. Həm də özünə cəza yeri olduğuna görə gəlməyik. Bəli, salam. Mən də hər birinizi salamlayıram. Hüseyin müəllimi təbrik edirəm. 8 yaş münasibətilə.
Bizim yeni yetmemizdir. Hüseyin müəllimi düzü mən Facebook səhifələrindən izləyirdim həmişə. Dostluğumuz bir Facebook səhifəsində dostluqda vardı, amma Hüseyin müəllimlə yaxından daha bir-birimizi tanımırıq, təmasda olmamışıq. Mən elə düşünürdüm ki, Hüseyin müəllim təkəbbürlü, özün yekə aparan biridir. Amma sonra bu 3-4 aydır ki, Hüseyin müəllimlə yaxından təmasda olduq bir-birimizi tanım. Mən gördüm ki, Hüseyin müəllim doğrudan çox təmiz qəlbli, çox gözəl, özündən yaşlı ilə həmin yaşda aparan, böyüklə böyük yaşda aparan bir ziyalımız, bir ağsaqqalımız, bir şairimizdir. Bu yaxınlarda da Hüseyin müəllim mənim də bir şeirimə müraciət elədi, bir gözəl bir bəstə elədi bir şeirimə. Ona görə də təşəkkür edirəm Hüseyin müəllimə, oralar arzulayıram. İştirakçılarımız çoxdur, Hüseyin müəllim haqqında çox danışa bilərəm. Çünki Hüseyin müəllimi mən elə bir tanıdım ki, elə bilirəm ki, bəlkə də bir 50 ildir ki, Hüseyin müəllimlə mən yol yoldaşıyam, yoldaşlıq edirəm. Biraz mən Hüseyin müəllim haqqında nəsə eləmək istəyirdim, amma bizdə də bir bədbəxt hadisə baş verdi. Onu burada açıqlamaq istəmirəm. Dünən sırağa gün mən olmadım burada. Bu gecə gəlmişəm. Rayona getmişdim Ağcabədiyə Bərdiyə. Ona görə də mən Hüseyin müəllimin öz qəzəli ilə Hüseyin müəllimin Yazarsınız inşallah. Hüseyin müəllim yazır ki, o baxışlar çəkəcək, bir gün axır darə məni, qoyacaq eşq yolunda ciyəri parə məni. Nə günah eyləmişəm mən o gülü sevməklə, nə günah eyləmişəm mən o gülü sevməklə, edərək naz o qədər etki günü darə məni. Təbibim, loğmanım ol, 100 kərə söyləndim ona, o isə qəstə durub, eylədi biçarə mən. Hər günün nalə bir ah ilə keçir bülbül tək, hər günün nalə bir ah ilə keçir bülbül tək, o gözəl rəhm eləmir, ey salraq zarə məni. Sevmərəm başqasını, ondadır könlüm əbədi, öldürər qəlbimə, vurduğu bu yarə məni. Hüseyin sözünü tanrım, belə məyus eləmə. Hüseyin sözünü tanrım, belə məyus eləmə. Nə olar, rəhm eləsən, çatdır o dildarə məni. Çox sağ ol Hüseyin müəllimi, gözəl qəzəllərini görürəm. Razı olun, Allah sizdən sağlıq etsin, təbrik edirəm. 100 il ömür arzulayıram. Çox sağ olun, var olun. Hüseyin müəllimin bugün 80 illik yubileyinə toplaşmışıq. Amma belə baxıram, heç mənim özümün də az yaşım yox da, mənim 83 yaşım olacaq. 20 ildən sonra. Ona görə heç də Hüseyin müəllim hələ qoca deyil, cavandır və mən həmişə bir şey haqqında fikirləşmişəm. Hüseyin müəllim mənim üçün də sizin hər biriniz üçün olduğu kimi mənim üçün də çox əzizdir, çox dəyərlidir və mən onun xətrini çox istəyirəm. Həmişə öz-özümə fikirləşmişəm ki, Hüseyin müəllim belə cavan, şux saxlayan nədir? Bu sir nədədir? Sonra tapmışam. Bu sevgi. O sevgi ki, Hüseyin müəllim dünyaya gələn gündən və mən əminəm ki, son nəfəsinə qədər sevgi ilə yaşayacaq. Hər şeyə sevgi, həyata sevgi, insanlara sevgi, dosta sevgi, işinə sevgi, təbiətə sevgi. Şeirlərin birində yazır ki, küləklərlə oynayır, gəlir cana tellərin, maqnit kimi cəzb edib salır qana tellərin, düzülüb karvan kimi, özünə heyran kimi, qıvrılır ilan kimi, sevməz şana tellərin. Bu sözlünü ara sən, bu sözlünü ara sən, çəkməginən dara sən, ha düzəl, ha dara sən, düşür yana tellərin. Nə gözəl. Hüseyin müəllim, həmişə bax belə sevgi ilə yaşayasınız.
Və Hüseyin müəllimin yaradıcılığına fikir versəniz, bütün mövzuların içində sevgi var. Və mövzularının ən böyüyü, ən möhtəşəmi də elə sevgi mövzusu. Mən məclisimizin bu məqamında bir qəzəlxanımıza, özü də xanım qəzəlxanımıza söz vermək istəyirəm. Axşam Facebookda baxdım, gördüm ki, təzə hələ Oruz səsi eşitməmiş bir qəzəl də yazıb Hüseyin müəllimə, eləmi? İlbar xanım. Çeşmə Ədəb Məclisinin rəhbəri İlbar Cəmşid qızı, buyursun, xoş gəldiniz. Teşekkür ederim Qəzənfər müəllim söz verdiyiniz üçün. Hüseyin sözü haqqında o qədər danışmaq olar ki, saatlarla, günlərlə, yəni bu insan istər şeriatı, istər insanlığı barədə çox danışmaq olar. Dostlar da danışacaq onun haqqında. Mən bir onu bilirəm ki, Hüseyin müəllim sözə boyğun insandır, qəlbi geniş insandır. Bəlkə də elə o qəlbinin genişliyi onu dənizə bağlayır. Bu insanın qəlbi elə bir ünvandır, qaynayır, danışır. Təbrik edirəm Hüseyin müəllim sizi. Ömrünüz uzun olsun. Ən birinci sizə can sağlığı arzulayıram. Allah nə qədər ömür qismət eləyibsə, onu sağlam yaşayır. Və mən dünənləri özünə də deməmişdim, heç bugün də xəbər yox idi, səhər-səhər gələndə dedim ki, baxmışsınız Facebookda, dedi ki, yox, baxmamışam. Dedim, bəs mən sizə qəzəl həsr eləmişəm. Mən qəzəl həsr elədiyim insanlara, əgər mənim könlümdə sevgi yoxdursa, heç vaxt yaza bilmərəm. Yəni, bu hamısı yazılan şeirlər sevgidən yaranır. Hüseyin müəllim də çox xətrini istədiyim, insanlığına heyran olduğum, gözəl bir insandır. Hüseyin müəllim, qəzəllərimlə mən çoxdan tanışam, Facebookdan tanışam, belə şəxsi tanışlığımız var, məclislərdə bir yerdə olmuşuq və onun yaradıcılığına həqiqətən heyranam. Yəni, hər adam əruzda yaza bilmir. Bu insan əruzda elə gözəl, bütün bəhirləri elə gözəl, dəqiqliklə yazır ki, yəni baxırsan ki, həm qoşma, həm gəraylı, həm qəzəl, üçü bir yerdə sizə möhtəşəm almış Hüseyin müəllim. Və mən sizdən bir qəzəl oxuyacağam. Öncə özüm yazdığım qəzəl səsləndirim, sonra sizə. Nurdan yaratdı şeirini Rəhman sözlünü. Özdə dostlar, bu ən çətin bəhirdə, müzahirə bəhrində olan bir qəzəldir. Mən istədim ki, Hüseyin müəllimin qəzəli müzahirədə olsun. Yəni, o biri bəhirlər biraz asandır, əməldir, əzəl, amma müzahirə biraz çətindir. Mən istədim bu çətinliyin içindən onun könlünə yoxdur. Nurdan yaratdı şeirini Rəhmanı sözlünün, aləmdə parlayıbdır çıraqvan sözlünün. Hikmət dolubdur könlünə hər dəm yazır qələm. Hikmət dolubdur könlünə hər dəm yazır qələm. Haqdan açıqdır, var yolu, meydanı sözlü. Gün doğru zülmətin qarasın, aldı bir şəfək. Həsrətlə heç hörülməyib, eyvanı sözlünün. Ömrün dənizlə bağladı, yelkənlə üzdü hey. Ömrün dənizlə bağladı, yelkənlə üzdü hey, mərcan yığanda çağlayıb ümmanı sözlünü. Şöhrət şərəf gətirdi onun bəstəkarlığı, hər gün şehir qəzəl yazıb ünvanı sözlünü. Dəryada baxmayıb dəli sevdası heç zaman. Dəryada baxmayıb dəli sevdası heç zaman, bayraq vətəndir sümbülü reyhan sözlünü. Söz-söz sətirlənəndə də misraya sığmayır. Söz-söz sətirlənəndə də misraya sığmayır. Yardan gəlib səliqəsi, səhmanı sözlünün.